Əziz izləyicilər, zəhmət olmasa videomuzu bəyənib kanalımıza abunə olmağı unutmayın. Emin Camaloğlu Əhmədov kimdir? Emin Camaloğlu Əhmədov, Emin Hacıqabulski ləqəbi ilə tanınan keçmiş qanuni oğrudur. O, 1982-ci il fevralın 1-də Hacıqabulda anadan olub. Kriminal aləmə meyilli olan Emin ilk dəfə 2006-cı il yanvarın 29-da Moskvada saxlanılır. İstintaq uzun müddət davam etdiyinə görə 2007-ci il dekabrın 10-da məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum olunur. O həbsdə olarkən onunla birlikdə olan qanuni oğrular tərəfindən 2013-cü ilin fevralında Ded Xasanın ölümündən bir ay sonra Maqadan vilayətindəki həbsxanalardan birində qanuni oğru adını alır. Xatırladım ki, həmin tazlandırmada qoca ləqəbi ilə tanınan Əlibaba Həmidov da iştirak edir. Amma Emin tacını özündə saxlaya bilmir. Həmin ilin mayında dünyasını dəyişmiş qanuni oğru Lotu Quli tərəfindən bu addan məhrum edilir. Səbəbi isə deyilənlərə görə Lotu Quli bildirib ki, Azərbaycanlı avtoritetləri ancaq mən tazlandıra bilərəm. Mən icazə verməsəm heç kim. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın.